Salam hörmətli izləyicilər, sabahınız xeyirli olsun. Dekabr ayının 20-sində Çillə günündə Ayhan səni xoş gördük kanalımızda. Hoş gördük. Bir gündən artıqdır gəlmirsən. Nə səhnəyə çıxırsan, nə videolara çəkilişirsən deyirəm, çəkilirsən. Baltanı itilirsən. Sən gedəli balta paslanıb, hələ bax gör. Görüm. Pas atdısa qılınçqında. Özün qıvrıl sıyrılanda. Bir dəli dağ sıyrımında qala sənsiz, sən qalasız. Dağlar çətin qala sənsiz. Sənsizi mənsiz elədim. Bəs niyə yemirsən cəvizləri? Pişiklər iyin alıblar deyəsən. Ayhan bir dənə makina gətirib. Cəvizdir ki, pişirir, yedir, yeyir. Nəsə dilim də topuq çalır. Pişirtdirir, yeyir. Belə. Bir dənəsini götürüb böl görüm nə var içində. Cəviz formasında içində alma cemi. Mən deyərdim ki, gilanar cemi daha dadlıdır da çox yeməyə bizə də qalsın. Axşam çillə axşamına pişirmiş. Yox, yeməyəcəm. Almayacam yeməyi. Bir dənə də ye bəsdir. Baltanı itik gedək. Gedək odun kəsək. Yaxşı ititmirsən. Bəs elərik. İstədikcə parıldayacaq. Çox kört olmamalıdır. Nə vaxtsa ititmişik, nəm yerdə qalır. Bir dəfə alətləri yağlayırdı. 2 volt əlavədən burada. Bir səndə, bir 10 dənəsi də zirzəmidə var. Gedə bilərik. Sən görüm arxanda nə yazılıb? When the day ends, reset you hit, you have done all you can. Sən tərcümə eləyin. Axşam beynində olanların hamısını atmağa çalış. Əgər başarsan, atsan hər şeyi başarmısan. Elədir. Eləyə biləcən hər şey eləmişsən. Tərcüməsi elədir. Yəni ki, keçmişə baxma. İrəliyə bax. Günüz yaşadıqların hamısını kafandan at. Elə bilədiklərin hamısını eləmişsən. Getdik. Ayhan məni arxasınca aparır. Liderliyi o üstlənib. Onu görən itləri də yalmanırlar. İtlərlə salamlaşmırsan dönə? Yox. Salam. Çox sevdi səni. Tanıyır. İt niyə belədir? Nə qədər uzaqlaşırsan, qaydanda yenə səni tanıyır. Yenə sənə hörmət bəsləyir. O da salamlaşdı uzaqda. Belə görüşürlər. Bir sarıl boynuna. Özü də balta ilə görüşürsən. Baltanı yerə qoy, qucaqla. Bir də salam eləsin. Səni çox sevir. Görək hansı odunları kəsmək istəyirsən. Çoxun doğrayıb bölmüşəm. Ayhana az iş qalır. Sən kəsən odun qalmayıb. Bir dənə multfilm vardı. Təməl rəisinə. Qızın adı nə? Sarfinaz. İşləməmişdən qabaq ıspanaq yeyirdi. Sən nə yeyirsən? Cemli cəviz. Cibində saxlamısan. Görək nə qədər səni gücləndirə biləcək. Sən kəsən odun qalmayıb. Sən kəsə biləcəyin odun. Bunu ikiyə bölməyə çalışıyorum. Yox, onu kəsmək istəmirəm. İstəyirəm ki, salamat qalsın. Ondan nərt taxta düzəldək. Yanıb düzəldə bilərik. Özü qurusun. Belə qabıqlı, uzun vəziyyətli qurumaq yaxşıdır ki, çatlar kənarda olacaq. O çatları kəsib çıxadıb 4-5 yerə böldün. Suvenir bir dənə nərt taxta düzəldirik ya da şahmat. Gəl burada qanatlar var, onları ayıra bilərsən. Heç iş görmədin, çıxaq düzəl.
Mən də deyirəm Ayhana nə qədər iş qalıb. Heç nə qalmayıb. Buyur, hardan istəyirsən başla. Hava da yaxşıdır. Keçən ildə sən gələndə hava yaxşı idi. Qələmələri kəsdik. İndi bunların hansını istəyirsən? Vur, şaqqalar, doğra. Kəsməyə bilim görəm. Kəsməyə o haça qanatlar var. Onları kəs. Üçü təhlə, bir-bir elə. Yaxşıca burada birini göstərim də. Bir ağac qanat tapa bilmədin kəsəsən. Buyur, kəs. O dik duranı kəs. Keç o tərəfdən mənə tərəf vur. İki. Üç. 4. 5. 6. 7. 8. 9, 10. 100 dənə olacaq da yəni. Yox, kəssin. Balta görüntüdür. Yaxşıdır. O birində kəs. Dik qalxan var ya orada. Bir boynu olsaydı bəşəriyyətin, onu bir qılınçla vurardım yəqin. Balta iti görsənir. Zərbəni də qüvvətli vurursan. Deyəsən bucağın düz tutduramırsan. 45 dərəcə bucaq altından vurursan, ən optimal zərbə otur. Onu da kəsə bilərsən. Burası. Hardan istəsən kəs. Bir. Həmin yerdən vurmamalısan ki, üstdən birində vurmalısan, o çıxsın indi. Ay, sağ ol. Yenə o biri tərəfdən birində. Yox, səndən bir şey çıxacaq. Əgər sən başqa ixtisasa yiyələnməsən belə, odun kəsib dolana bilərsən. 4, 5. Gedib Bakıda dincəlmirsən. Ən çətin işin dərs keçib imtahan vermək olub. Bəs bu qədər odunları kəsən neynəsin? O birin ayağına sındırmalısan. Çünki 100 zərbədə vurmalıydın ki, o qırılsın. Hansısa bir əsərcə doxumsan. Baltası deyəndə hansı əsər sənin ağlıma gəlir? Deyəcək ki, Abraham Lincoln. O hikayə deyəcək. Ancaq Victor Hugo'nun bir əsəri var axı, trilogiyası. Səfirlər. Səfirlərdə Jean Valjean'ın işi əvvəl odun kəsmək idi. Həyətlərdə odun kəsirdi, özünü dolandırırdı. Çox da güclü idi. Ondan sonra bir çörək oğurluyor. Ona nə qədər həbs cəzası təyin edirlər. Deyir ki, bir çörək oğurladım. İllərdir dövlət mənə pulsuz çörək verir. Eləydi, oradaydı. Oxumamısan. Yoruldun, istəyirəm ki, gedib dincələsən. Baltanı itiləyəsən, pasını təmizləyəsən. Balaca baltanı gətirib bu qanatları bir-bir çəkirsən. Xırda-xırda doğrayıb çırp eləyirsən. Məstilin ipin arasına yığıb bağlayırsan. Onları vura bilərsən. Sən vurub töküb bir yerə sonra dəst eləməyi sevirsən. Mən ancaq çəkirəm. Vurduqca da doğrayıram, dəriz boyu qoyuram məftilin arasına. Daha bu işə başlamırsan, hava soyuq olsa da getmə, doğra. Doğra bir yerdə hava şaxtalı olubdur, mənfi 3-4 ola bilər, arı yeşiklərin üstündə qırov var. Həyət qırovlaya bilməyib, ağaçlar da qoruyurlar torpağı, havadan gələn soyuğu özləri qarşılayır, zərbələri özlərinə yönəltirlər. Bir ayağından ehtiyatlı ol. Balta odunu zəif kəsir ha.
sapıq baltanın qarşısında yumuşaq pendir kimidir. Onu kəsib daxil olacaq şalvara, ondan sonra qıça. Sonra sümüyə sinirə qədər gedəcək. 1998-ci ildə odun doğrayanda balta ayağıma saplandı. Ancaq ayağımı tam kəsə bilməmişdi. Əskər botinkası vardı, onu kəsmişdi. Onun altında qalın yun corab vardı, onu kəsmişdi. Ayağıma azca zərər vurmuşdu. Əgər əskər botinkası olmasaydı, parmağımı qırıb salardı. Salmazdı, mən qıracaqdım da. Özümün qatili olacaqdım. İstəyirsən gedək? Odunu kəsib, qazı söndürüb, odun pesini qura bilərik. Ev daha isti olsun. 2 gün bundan əvvəl gecə yarı qaz kəsilmişdi. Haradasa qəza olmuşdu qaz xəttində. Tezdən saat 9-da gəldi. Ancaq yuxarı şəhətlərdə qaz kəsilməmişdi. Nəsirvaz kəndində. Getdik məktəbə ki, kombilər işləyir. Bəs qaz xətti kəsilmişdi Yaycı kəndindən. Necə olur bu? Sonra fikirləşdim ki, TV-dən Nəsirvaza qədər qısa xəttinə 7-8 kilometrdir. Qaz yığışıb qalıb boru xəttində. Kətdə də çox istifadə edən olmuyor, 25 evdir. Yavaş-yavaş kombi istifadə edib. Sağ olun, hörmətli izləyicilər. Növbəti videolarda görüşərik. Ayhandan hələ ki, əvvəlki performansı görə bilmirik. Ay kimi harada ağac var, onun üstü ilə dəngədə durub getmək istəyir. Bilmir ki, ayı öz balasını vurur qoltuğunu, elə ağacın üstündən, körpün üstündən keçib gedir. İstəsən başa qədər gedə bilərsən, qorxma, qırılmaz. Ancaq qırov. Ona görə təhlükə alacaq. Sapanla kəsmişəm. Ya, sat verib, satdıyıb. İstəyirəm son sözü sən deyəsən. Hansı işlər sənə gözləyir şəhətdə? Bizə nə kimi kömək ola biləsən bu bir ayda? Nə desəz? Mən deməyim də işləri sən planlaşdır. Gecə planlaşdırırsan işləri, fikirləşsən. Tezdən duran kimi bu işi görəcəm. Yarım saat, ondan sonra onu belə. Bir dənə belə eləyə bilərsən belə. Planlaşdır denən hansı işlər var? Onları planlaşdırırım. Tövləni təmizləmək var, odun doğramaq var. Həyət təmizləmək var. Hərdən itləri gəzintiyə aparmaq var. Sarıqayada qar yox, bir şey yox. Bu necə qışdır? Bu necə yaydı? Bizim qışımız yayımıza taydı. Görsən necə şeir yazıram. Bugün çilli axşamıdır. Qarpızımız var, yoxdur. Qarpız olmasa da olar. Boranı kəsərik. Heyvamız var, alma var. Şirniyyatlar var. Çilə bayram deyil də. Çiliyə başlamaq. Əgər əza vəziyyətin başlanğıcıdırsa, o niyə bayram olsun? Şimal yarımkürəsində ən uzun gecədir. Bəlkə 21-i də ola bilər ən uzun gecə. Onda günəşi görmürmüşlər bu ərazilərdə. Baxırmışlar, havaya günəş yoxdur. Qorxurmuşlar. Təsəlli tapmaq üçün qarpızı kəsib günəşi yerdə görmüşdür. Qarpızın içi günəşin diskinə bənzəyir. Sonra yavaş-yavaş bu rituallara bəzi şeylər əlavə olunub, güya süfrəyə hansı nemətləri düzmək lazımdır. Buğdadır, qorğadır. Sonra meyvədir, qovuddur. Kimlərsə deyir ki, qıyla başlayan 7 dənə nemət düzməlisən süfrəyə. Qarpız, qorğa. Biraz bundan əvvəl nə dedim? Qovud. Üçün mən tapdım. 4-ünü də sən tap. Qatıq. Qurut da ola bilər. Bunların hamısı Ahura Məzdadan bizə qalıb. Tanıyırsan da onu? Kimdir o? Zaradıştır.
Zərdüştdür. Zərdüşt belə demişdi. Belə bir əsər var. Kimin idi? Nietzsche. Friedrich Nietzsche. Friedrich Nietzsche məşhur Alman filosofudur. Qəlb fəlsəfəsinin banisi kimdir? Odur yoxsa Descartes? Daha öncəsi var. Descartes-dır. Descartes daha öncədir. Nietzsche təzə dövrdə. 19-cu əsrdə. Nietzsche'dən sonra kim var? Ya da çox filosof adı bilmirəm. Desən cəmi Bilirdi axı. Albert Camus deyə bilərəm. Albert Camus'dur yoxsa Camus. Camus? Seymour. Sonra şərq fəlsəfəsində kim var? Budda. Filosof saymaq olar mı? Ondan sonra Konfutsi təlimi. Hə. Bəs Azərbaycan fəlsəfə tarixində kimlər danışır? Bəhmənyar. Bəhmənyar demək istəyirdim. Biraz tərəddüd edirəm. Nəysə, sağ ol Ayxan. Bundan sonra videolarımızın baş qəhrəmanı sənsən. Özün telefon alıb gətirmirsən, paket götürürsən, mənə qalar səni danışdırım. Deyir, toya getdin, gözəli oynadarlar, sirkili də söylədərlər. İndi sən hansındansın? Nə söyləyirəm? İkisi də bir yerdə olmaz. Mən söyləyirəm. Hə, indi gördüm, yadıma düşdü, nə iş görməliyim. Elçin də o taydan elə söz atır, Bakı çevirmək istəyir, kömək axtarır. Elçin, kömək lazımdır. O pişirib zakatladığın kəllələrdən bir banka qoy istinsin, gələk. Ayağım burada şılangı görürsən. Bunu tam uzadıq yerə, hara qədər çatır, hamamın xəttidir. Biraz qazaq bastırıq. Qışda qar olsa su vurmaq bizə çətin olmaz. Tamam mı? Tamam, indi gedək sinək. Videomuz da bir xeyli uzun oldu. Sağ olun, hörmətli izləyicilər. Ayxan icazə versə sağollaşarıq. Sağ ol.